Salam. Bu da bir uşağın yaşadığı bir evdir, bir şəraitdir. Belə bir ağır ev şəraitində yaşayır. Bu uşaq buradan məktəbə gedir. Çalışır ki, dərs almağa. Analar hamısı qırıqdır. Bax, burada oturur, bu dərs keçir. Çayniklər qaralıb, qaz istilik sistemi yoxdur. Əlimizə nə keçir, onu yandırırıq. Köynə cırıq cındır, əqqabı. Bu da bax, uşağın oturduğu stoldur. Bax, belə bir ağır ev şəraitində yaşayırıq. Çox əziyyət çəkir məktəbə getməkdən.